İndi bax, Paşinyanı nə qədər çox ruslar sıxırlarsa, bir o qədər Paşinyanın mövqeyi güclənir. Hə, bu belə. Amma gerçəkdən bunun məqsədləri mən düşünmürəm ki, gerçəkdən də bunlar elə Paşinyanı sıxıb, ondan əzabkeş düzəldib və onu seçkilərdə daha yaxşı qələbə ilə mükafatlandırmaq istəyirlər. Onlar gerçəkdən onu qorxudurlar. Yəni rusların seçki texnologiyası budur. İntellekt budur da, bu intellekt şkalası budur, miqyas bu qədərdir. Bunlar düşünürlər ki, bir dəqiqə fürsətdir, qorxudaq, yəni zaten onlar hər zaman bunu ediblər də. Bizə qarşı da biz onu öz dərimizdə bildik. Məsələn, 20 yanvarda nə etdilər? Bizi qorxutmağa gəlmişlər, amma Azərbaycanı itirdilər. Psixoloji olaraq bu xalq həmin gün Rus imperiyasını dəfn elədi. Başa düşdü ki, bu düşməndir, bunun dövlət sadı deyil. Bax indi, yəni bunların belə deyək də, bu ərkanı budur. Bunlar bu kötə, güc, baskı falan anladıqları bu da, menüdə budur. Yəni əlini atır, onu çıxardır. İndi məsələn Avropalıların, Amerikanların o qədər alətləri var ki. Daha müasir, daha sivil, daha kübar, daha çəkici və bunlar da yoxdur. Qorxudum. Hədəliyim ki, bax, indəki Köçəryana səs verməsəz, sizin gətirib burada inəm gilasınızı Rusiyada sata bilməzsiniz. Yaxud da nə bilim, Karapetyanı dəstəkləməsəz bu olacaq. İndi təsəvvür edin, o Karapetyan elə yeri gəlmişim. Hər gün bunun bir bölgəsindəki təmsilçilərini tuturlar. Çünki adamlar cinayətkardır. Gizli cəmaata pul paylayırlar, qanunu pozurlar. Yəni Rusiyanın mahiyyəti budur, əxlaqı budur. O çirkli texnologiya, çirkli əxlaq odur. Yəni bir tərəfdən onu qorxudurlar, bir tərəfdən cəmaata pul paylayırlar falan. İndi bunlar da açıq Paşinyanın komandası açır, ifşa eləyir, zərərsizləşdirir, vaxtında o qanunsuzluqları bilir, üzərinə gedir, qorxmur, çəkinmir. Bunu da etmək lazımdır. Ona görə də mən açıq düşünürəm ki, Rusiya nəyin bahasına olursun çalışır ki, bu seçkilərdə Paşinyanı məğlub eləsin. Karapetyanı, Köçəryanı hakimiyyətə gətirsin, yenidən Güney Qafqaza qayıtsın. Açığı buna nə ağlı, nə intellekti, nə texnologiyası, nə maliyyəsi demək olar ki, yetərli deyil, çatmır. Əksinə, bu gün atdığı, yəni Ukraynada elədikləri necə ki, hər şey öz əleyhinə işləyir. Bu gün Ermənistanda da Rusiyanın atdığı adımların böyük bir hissəsi öz əleyhinə işləyir.